Salam dostlar, hoş gördük hər birinizi. Dostlar, bugün Temu'dan belə bir paketim geldi. Bunu babam sipariş elədi. Görək bunun içində nə var. Hələ xəbəri yoxdur. Hələ deməmişəm ki, sifarişlərin gəlib. Desəm video çəkməmişdən əvvəl açdıracaq. Sonra maraqlı deyil ki, mən video çəkirəm, ya nə iş görürüm. Deyəcək gəl baxaq. Bu mənim özümə aid olan şey. Təkər yamaq saqqızları deyək. 4 qatar 20 dənədə. Bu da ortadan kəsilir, yəni 40 dəfə təkər yamamağı. Bu nədir? İki şəkili var üstə. Bildim. Dostlar, mən itqolyan gəzdirmişdim buraya Temu'dan. Biri məndən istədi, yalvardı, yapışdı ki, birini də mənə gətirdir. Bu da bunun kəməridir, nəlim, zaryadka şnuru zaddır. Yalvardı ki, mənə də gətirdir. Pulumu vereceğim dedi. Gəlib çıxıb, kəmərini də bağlayaq, hazır bırax. Zaryadka şnuru da içində. Yer yerine yığaq. Bunu bildim. Başka da ne var? Qiymətləri də yadımdan çıxıb. Yəni bu itqolyan 11 lar olmalıdır, səhv eləmirəmsə. Bunun da 20 dənəsi 3-4 lari, nə bilim, 2 lari belə bir şey. Qiymətlər yadımdan çıxıb. Sonra dostlar, belə bir 50 metrolu olmalıdır bu. 2 santimində belə qızıl lint sipariş eləmişdim. Böyük təmir eləyəndə aboyun qırağını çəkməyə belə bir kantiklər gəlib. 8-dən idim, 10-dan idim, bilmirəm. Davam eləyirik. Beləsi şəkillər gəlir. Yapışqandır. Bunlar 2 layır, 3 layır, nə bilim, 1 layır 50 qəpik, bax belə bir şeylərdir. Yəni həmən quşdandır. Aynen, 3 dənədir. Dört. Dört dənə də beləsi sərçələrdir. Arasının içində 2 dənə. A4 kağız, bu nədir? Çəkir, A6, A4, A6, ardıcıllıq nömrəsidir. Dostlar, belə bir bunu gerindən göstərəcəm. Belə bir gül şəkildir divara vurmağa. Bunların arxası yapışqanlı olmalıdır, qopardıb yapışdırmağa.
Bunları yerine yığaq. Əgər qiymətlərini tapa bilsəm, videonun üstündə hərəsini öz yerinə yazaram qiymətlərini, hər şeyləri çıxartdıqca paketləri, hər paketin öz qiymətini yazaram. Açıqlama hissəsinə də yazaram. Nəyə neçəyə almışam. Belə dostlar, bugünkü videomuz da belə oldu. Az oldu, amma məncə yaxşı oldu. Yaxşı şeylər sifariş eləmişəm. Təzə ildən əvvəl sifariş eləmişdim bunları. Təzə il bayramına görə biraz geçdi. Belə dostlar, salamat qalın, gələn videoda görüşərik.